Sürətli və dəyişən sürətli hərəkətdən orta sürət və hərəkətin nisbiliyi ilə bağlı sualların izahına baxacağıq. Elə isə başlayaq. Birinci sual. Mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Əgər cisim müəyyən bir nöqtədən hərəkətə başlayıb, zaman keçdikdən sonra yenidən həmin nöqtəyə qayıdırsa, yəni əvvəlki vəziyyətinə qayıdırsa, bu zaman onun yer dəyişməsi sıfıra bərabər olur. Əgər yer dəyişmə sıfır olarsa, onda bu cismin yer dəyişməyə görə orta sürəti də sıfıra bərabər olacaq. Yəni, A variantı. Avtomobil Bakıdan Şəkiyə qədər olan 320 km məsafəni 5 saat gedir. Avtomobilin yola görə orta sürətini tapın. Orta sürət nəyə bərabərdir? Gedilən ümumi yolun, bu yolu getmək üçün sərf olunan ümumi zamana nisbətinə bərabər olan kəmiyyətdir. Ümumi yolumuz 320 km, böləcəyik 5 saata. Eləcə 64 km bölünsün saat. Düzgün cavab B variantı. 3. Avtomobil Bakıda Mingəçevirə qədər olan 280 km məsafəni 5 saata gedir. Avtomobilin orta sürətini tapın. Orta sürət gedilən ümumi yolun, bu yolu getmək üçün sərf olunan ümumi zamana nisbətinə bərabərdir. 280 böləcəyik 5-ə. 56 km bölünsün saat. Cavab oldu D. Dördüncü sualda V1 6, V2 8 metr bölü saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu tapın. Burada avtomobillər belə deyək, əks istiqamətlərdə hərəkət edirlər. Onda əks gedirlərsə biz sürətləri toplayıb bir-birinə nəzərən sürət tapa bilərik. V1 plus V2 6 plus 8 olacaq 14 metr bölünsün saniyə. D variantı. V1 bərabər 10 metr bölü saniyə, V2 bərabərdir 15 metr bölü saniyə olduqda birinci avtomobilin ikinciyə nəzərən sürətinin modulunu tapın. Biz baxırıq ki, yenə də avtomobillər əks istiqamətlərdə hərəkət edirlər. Bir-birinə nəzərən sürətini tapanda biz onların sürətlərini toplaya bilərik. 10 plus 15 olacaq 25 metr bölünsün saniyə. Y variantı. 6. İkinci avtomobilin birinciyə nisbətən sürətinin modulu. Bu dəfə avtomobillər eyni istiqamətdə hərəkət edirlər. İkinci avtomobilin birinciyə nəzərən sürətinin modulunu tapanda ikinci avtomobilin sürətindən birinci avtomobilin sürətini çıxacaq. Bu zaman 90-dan 80-ə çıxacaq. Onda olacaq 10 km bölünsün saat. Növbəti suala keçək. Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilib. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən böyükdür? Sürətinin modulu ən böyük. Biz görürük ki, A cismi sağa doğru hərəkət eləyir. Sürət o vaxt böyük olur ki, A cisminə nəzərən hansı cismin sürəti ən böyük olacaq? Onunla əks istiqamətdə hərəkət edən cismə nəzərən. Çünki cisimlər əks hərəkət eləyəndə bir-birinə əks istiqamətlərdə sürətlər toplanır və bu zaman sürət ən böyük alınır. A cisminin əksinə hərəkət edən burada 4 cismidir. Yəni A cisminin 4-ə nəzərən sürəti tapılarkən A cismi ilə 4-cü cismin sürətləri toplanacaq və bu zaman nisbi sürət ən böyük olacaq. Cisimlərin bir-birinə nəzərən nisbi sürəti ən böyük qiymətini alacaq. Əgər ən kiçik olacağını soruşsaydı, onda eyni istiqamətdə hərəkət edən 2-ni götürəcəkdi. Amma ən böyüyünü soruşursa, deməli, əks istiqamətdə, yəni 4-cü cisim. X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Müşahidə başlanğıcından 3 saniyə sonra ikinci cismin birinciyə nəzərən sürətinin proyeksiyası. Baxırıq. 3-cü saniyənin anına baxacağıq. Əvvəlcə görürəm ki, burada ikinci cisim bərabər sürətli hərəkət eləyir. Yəni, ikinci cismin sürəti sabitdir. Hər zaman 10 metr bölü saniyəyə bərabərdir. 10 metr bölü saniyədir. Birinci cismin sürətini tapanda biz görürük ki, zaman keçdikcə sürəti azalır. 20 də azalır və 3-cü saniyənin sonunda da sürəti 10 olaraq qalır. Deməli, 20-dən azaldı. 3-cü saniyənin sonunda sürəti 10 oldu. 10 metr bölü saniyə. Həm birinci, həm ikinci cismin 3-cü saniyənin sonunda sürətləri 10-dur və hər ikisi eyni istiqamətdə hərəkət edir. Çünki zaman oxunun yuxarıdadır. Hər ikisi X oxu istiqamətində hərəkət edir. Ona görə də indi ikinci cismin birinciyə nəzərən sürətini tapanda eyni getdiklərinə görə çıxacaq. İkinci cismin birincini, ondan onu çıxanda 0. Deməli, bir-birinə nəzərən sürəti 3-cü saniyənin sonunda olacaq 0. Cavab D variantı. X oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zamanla asılı qrafiki verilmişdir. Müşahidə başlanğıcından 2 saniyə sonra birinci cismin ikinci cismə nəzərən sürətini tapın.
Biz baxırıq ki, ikinci saniyənin sonunda yenə də burada ikinci cisim bərabər sürətlə hərəkət edir. Yəni onun sürəti sabitdir, elə hər zaman 10 olaraq qalacaq. Birinci cism isə sürəti əvvəlcə 0-dır, sonra artırır və ikinci saniyənin sonunda yenə sürəti olur ikinci cisimdə olduğu kimi 10. Hər iki cismin sürəti 10-dur və hər ikisi eyni istiqamətdə, yəni x oxu istiqamətində hərəkət edir. Bir-birinə nəzərən sürətini tapanda eyni getdiklərinə görə çıxacaq. 2-dən birincini çıxıram. 10-dan 10-u çıxacam, qalacaq 0. Yəni bir-birinə nəzərən sürəti olacaq 0. 10. Əks istiqamətdə bərabər sürətli hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürətini 2 dəfə artırsa, bir-birinə nəzərən sürəti necə dəyişər? Gəlin belə düşünək. Bizim 2 dənə cismimiz var və onlar əks istiqamətlərdə gedirlər. Məsələn, biri belə, biri belə. Birinci cismin sürəti 5 idi, ikinci cismin sürəti 10 idi. Əvvəlcə bunların bir-birinə nəzərən sürətini tapanda əks getdiklərinə görə toplayardıq, 15 olardı, 15 metr/saniyə. Sonra hər birinin sürətini 2 dəfə artırıram. Deməli, birinci cismin sürəti 2 dəfə artdı, oldu 10. İkinci cismin sürəti 2 dəfə artdı, oldu 20. İndi onların bir-birinə nəzərən sürətini tapanda, sürətlər əks olduğuna görə toplanır, olur 30. Bayaqları bir-birinə nəzərən sürət 15 idi, indi oldu 30. Necə dəyişdi bir-birinə nəzərən sürəti? 30/15 2 dəfə nədir? Artdı. Yəni, onların bir-birinə nəzərən sürəti 2 dəfə artacaq. 11. Eyni istiqamətdə müxtəlif sürətlərlə bərabər sürətli hərəkət edən iki cismin hər birinin yerə nəzərən sürəti 2 dəfə artırılsa, bir-birinə nəzərən sürət necə dəyişir? Eyni istiqamətdə gedirlər. Birinin sürəti olsun v, digərinin sürəti olsun 2v. Əvvəlcə bir-birinə nəzərən sürət tapanda eyni getdiklərinə görə çıxırıq. Deməli, bir-birinə nəzərən sürəti olacaq v. İndi hər birinin sürətini 2 dəfə artırıram. Birinci cismin sürəti olsun 2v. İkinci cismin sürəti olacaq 2 dəfə artsa 4v. İndi bir-birinə nəzərən sürətini tapanda yenə eyni olduğuna görə çıxacam. 4v-dən 2v-ni çıxacam, qalacaq 2v. Deməli, birinci halda onların bir-birinə nəzərən sürəti v idi. Sonra bir-birinə nəzərən sürəti oldu 2v. Necə dəyişdi? Yenə də 2 dəfə artdı. Cavab oldu 11-də A. 12. İki maddi nöqtənin sürətinin proyeksiyasının zamanavslıq tənliyi V1x 5t, V2x 3t+2 şəklindədir. Birinci maddi nöqtənin ikinciyə nəzərən sürətinin proyeksiyasını tapın. Birincinin ikinciyə nəzərən tapanda birincidən ikincini çıxacaq. V1 minus V2 x proyeksiyanı göstərir. Yazıram 5t, birincinin deməli çıxılsın, mütərizədə 3t+2 bərabərdir. Bərabərdir 5t çıxılsın, 3t çıxılsın 2. 5t'dən 3t çıxanda qalır 2t çıxılsın 2. Yəni cavab oldu A. 13. Çay axını istiqamətində suya nəzərən 36 km/saat. Bunu metr/saniyəyə çevirmək üçün 18-də 5-ə vuracaq. Olacaq 10 metr/saniyə. Deməli, çayın axını istiqamətində suya nəzərən deyirsə, bu elə qayığın öz sürətidir. Deməli, V qayıq 10 metr/saniyədir. Niyə çevirdim? Çünki cavabların hamısının metr/saniyənin ifadə olunduğunu görürəm. İndi bu çayın axını ilə 600 metr məsafəni 50 saniyə gedir. Yazıram. Və qayığın axın ilə sürəti, axın ilə bərabər getdiyi məsafə bölünsün zaman 600-ü böləcəm 50-yə, olacaq sürəti 12 metr/saniyə. Axı biz bilirik, qayıq axın ilə gedəndə axın onun sürətini artırır da. Axın ilə sürəti bərabər nəyə? V qayıq plus V çay. İndi axın ilə sürət 12-dir. 12 bərabərdir. V qayığın sürəti 10-dur. Plus V çay. Buradan V çay nəyə bərabər olur? 2 metr/saniyəyə. Cavab olacaq D. 14. Çayın axınının əksi istiqamətində suya nəzərən 36 km/saat. Qayıq suda gedir axı. Suya nəzərən sürət elə qayığın öz sürət deməkdir də. V qayıq 36 km/saatdır. 36-nı vuracam 1 km 1000 metrdir 1000-ə. Böləcəm 1 saat 3600 saniyədir 3600-ə. 2 sıfırlar getdi, 36-lar getdi, qaldı 10 metr/saniyə. Deməli, qayığın sürəti 10 metr/saniyədir. İndi bu axının əksinə 400 metr məsafəni 50 saniyə qət edibdir. Yazıram V qayıq
axına qarşı sürətini tapıram. Getdiyi yolu, yəni 400-ü bölürəm zamana, yəni 50-yə. Axına qarşı sürəti olur 8 metr böl saniyə. Biz bilirik axı, V axına qarşı gedəndə sürəti azalır. Axına qarşı sürət nəyə bərabər? V qayıq minus V çay. Yazıram, axına qarşı 8-dir, V qayıq 10-dur, minus V çay. Buradan alınır ki, V çay nəyə bərabərdir? 10 çıx 8, yəni 2 metr bölünsün saniyə. Növbəti sual. 5 metr sürətlə hərəkət edən və uzunluğu 150 metr olan qatar nə qədər müddətdə qarşıdan gələn 10 metr böl saniyə sürətlə hərəkət edən sərnişinin yanından keçər? Əvvəlcə burada biz nisbi sürət tapırıq. Qarşı-qarşı hərəkət olduğuna görə sürətlər toplanır. Yazırıq 5 plus 10 eləyir 15 metr böl saniyə. Məsafə də verilib. Qatarın uzunluğu 150 metrdir. Zamanı tapmaq istəyirəmsə, məsafəni sürətə böləcəm. L böl V. 150-ni böləcəm 15-ə. Bu da eləyəcək 10 saniyəyə gəlib onun yanından keçər. 16. Aralarındakı məsafə 600 metr olan iki avtomobil uyğun olaraq 12 və 8 metr sürətlə qarşı-qarşıya hərəkət edirlər. Qarşı-qarşıya hərəkət əks istiqamətlərdir. Bu zaman biz nisbi sürət tapanda nə edirik? Toplayacağıq. Onda yazacağım ki 12 plus 8 bərabərdir 20 metr bölünsün saniyə. Nisbi sürət tapdıq mı? Ondan sonra onlar arasındakı məsafə 600 metrdir və zaman tapmaq üçün məsafəni böləcəm sürətə. Yəni 600-ü böləcəm onların nisbi sürətinə 20-yə. Bu da olacaq 30 saniyə. Deməli, nə qədər vaxtdan sonra görüşəcəklər deyə sual verirsə, 30 saniyədən sonra görüşəcək. 17-ci sual. İki maddi nöqtənin hərəkət tənlikləri verilibdir. İkinci nöqtənin birinciyə nəzərən sürətinin modulunu tapın. Biz tənlikdən görürük ki, x1 bərabərdir x0 plus vt-yə görə birinci cismin sürəti bərabər sürətlə hərəkət eləyir. 2-dir. Birinci cismin sürəti özdə müsbət 2, t-nin qarşısında yazılan sürəti göstərir. İkinci cisimdə x0 plus vt tənliyindən v2. İkinci cismin sürəti 3-dür. Özdə müsbət 3. İndi hər ikisi eyni istiqamətdə gedir. Hardan bilirəm? Sürət müsbətsə hər ikisi x oxu istiqamətdə hərəkət edir və ikinci nöqtənin birinciyə nəzərən sürətini tapanda biz sürətləri çıxacağıq. 2-dən 1-i çıxırıq. Özdə modulunu soruşur. Deməli 3 çıxılsın 2, 1 metr böl saniyə. Düzgün cavab burada B variantı. 18. İki maddi nöqtənin hərəkət tənliyi birincidə x1 bərabər -2t, ikincidə 4t kvadrat şəklindədir. T bərabər 0 anında ikinci nöqtənin birinci nəzər sürəti. Biz bilirik ki, koordinatın törəməsi bizə sürəti verir. Sürəti almaq üçün koordinatın törəməsini alacağıq. -2t-nin törəməsi bizə verəcək -2. Deməli, birinci cismin sürəti oldu nə? -2. Zamandan asılı olmayaraq hər zamanda belə olacaq. İndi ikinci cismin sürətini tapaq. Bunun üçün törəməsini alacağıq. 4t-nin t kvadratının törəməsi qüvvət vurulur əmsala, bir vayda azalır, olur 8t. Deməli, ikinci cismin törəməsi də oldu 8t. İndi t0 anında ikinci nöqtənin və birinci nöqtənin sürətlərini tapaq. Birinci nöqtənin sürəti ilə hər zaman -2-dir. İkincinin sürətini tapanda biz nə edəcəyik? Vuracağıq 8-i 0-a, eləyəcək 0. Deməli, ikinci nöqtənin sürəti oldu 0. İndi deyir ki, ikinci nöqtənin birinciyə nəzərən sürətini tapın. Onda 2-dən 1-i çıxacaq. 2-də 0-dır. 0 çıx -2. Mənfi dəyəri olur. Müsbət 2 metr böl saniyə. 19. Avtomobil hərəkət vaxtının 4də 1-ini 8 metr böl saniyə sürətlə, qalanını 4 metr böl saniyə sürətlə getmişdir. Bütün yolda orta sürətini tapın. Bunu daha belə bir asan üsulla eləməyə çalışaq. Özümüzdən bir zaman müddəti götürək. Elə bir müddət götürək ki, onun 4də 1 hissəsini tapmaq asan da olsun da. Məsələn, mən götürürəm 4 saniyə. Ümumi müddəti deməli biz qəbul edirik 4 saniyə. Çünki bizə verməyib baxın nə qədər müddət hərəkətdə olub. Hərəkət vaxtının deyir. Özümüzdən rəqəm qoyduq bura 4 saniyə. İndi birinci 4də 1-i. 4də 1-i nə qədər eləyir? 4-ün 1 saniyə. Bu avtomobil 1 saniyə 8 ilə hərəkət elədi. Sürətli də olubdu 8. Nə qədər yol gedəcək? Əvvəlcə
VT ilə hesablasaq 8 metr. Qalan nə qədərdir? 3 saniyə qalıb da. İkinci halda deməli 3 saniyəni də sürəti olubdur nə qədər? 4. Getdi yol tapanda VT ilə tapacağam. 3-ü vuracam 4-ə. 12 metrdə burada hərəkət elədi. İndi ümumi yolumuz da tapdıq. Ümumi yolumuz da oldu. S ümumi 12 ilə 8 topladıq 20 metr. Ümumi zamanımız da oldu 4 saniyə. İndi orta sürətini tapaq. Və orta bərabərdir S ümumi böl T ümumi. 20-ni böləcəyəm 4-ə, olacaq 5 metr bölünsün saniyə. Gəldi 20-ci suala. X oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyası zamanı hansı qrafiki verilibdir? İlk 4 saniyə müddətində orta sürətini tapın. Orta sürəti tapmaq üçün biz ümumi zamanı getdiyi ümumi yolu ümumi zamanda bölməliyik. S ümumi böl T ümumi. Bunun üçün baxıram ki, bunun getdiyi yolu əvvəlcə tapaq. Bu sürət zaman qrafikində gedilən yol fiqurun sahəsi ilə təyin olunur. Burada bir üçbucaq var. Tərəf və hündürlük verilib. Tərəf 4, hündürlük 5-dir. S bərabərdir 2-də 1 AH düsturundan tapa bilərik. 2-də 1 vur 4 vur 5. Eləcə 10 metr. Deməli getdiyi yol oldu 10 metr. İndi zaman da verilib də ilk 4 saniyə ərzində. Deməli orta sürət tapmaq üçün getdiyi yolu, yəni 10-u böləcəm zamana, yəni 4-ə. Burada bizim orta sürətimiz olacaq 2,5 metr bölünsün saniyə. 21-ci sualda V sürəti ilə hərəkət edən eskalator üzərində bir eskalator təsviri çəkək. Fərz eləyək ki, bu bir eskalatordur və yuxarıya doğru hərəkət edir V eskalator. Özü də V sürəti ilə, deməli sürəti də V-dir. Həmin istiqamətdə bir sərnişin gedir və o sərnişinin yerə nəzərən sürəti 3V-dir. Buna da deyək V sərnişin. Biz bilirik ki, sərnişin eskalatorun hərəkəti istiqamətində gedirsə, V sərnişini yerə nəzərən sürətini tapanda sərnişinin sürəti ilə eskalatorun sürəti toplanır. Çünki eskalator onun hərəkətini daha da sürətləndirir və yerə nəzərən sürət tapılanda toplayacağıq. Yerə nəzərən sürəti 3V-dir. Yazıram 3V bərabərdir V sərnişin plus eskalatorun sürəti də V-dir axı V. Onda buradan alırıq ki, V sərnişinin sürəti nəyə bərabərdir? 2V-yə. Deməli, sərnişinin eskalatorla bağlı hesablama sürətində 2V-dir. Növbəti, V sürəti ilə hərəkət edən eskalator üzərində yenə bir eskalator çəkirik. Bu olsun V eskalator, yuxarıya doğru hərəkət edir. V sürəti ilə özü də, eskalatorun sürəti V-dir. Eskalator üzərində həmin istiqamətdə, yenə də həmin istiqamətdə bir sərnişin gedir və sərnişin eskalatorla deməli, bağlı hesablama sistemində sürəti 3V-dir. İndi sərnişinin yerlə bağlı sistemdə sürətini soruşur. Biz bilirik ki, hərəkət istiqaməti eskalatorla eynidirsə, sərnişinin yerə nəzərən sürətini tapanda sürətlər toplanır və sərnişin plus V eskalator, onda yazacaq 3V plus V. Deməli, sərnişinin yerə nəzərən sürət olacaq 4V. 23. X oxu üzrə düz xətli hərəkət edən cisimlərin sürətlərin proyeksiyalarının zamanından asılı qrafiki verilibdir. A cisminin hansı cismə nəzərən sürəti ən kiçikdir? Biz baxaq, burada məsələn, bunlara sürət qiymət verək də 0, burada olsun sürəti 1, bu cismin 2, A cisminin 3, 3-cü cisimdə -1, 4-cü cisimdə -2, 5-ci cisimdə -3 və s. İndi A cisminin bu cisimlərə nəzərən bir-bir sürətlərini tapaq. Əvvəlcə A cisminin 1-ə nəzərən sürət tapanda ikisi də eyni istiqamətdə gedir deyə çıxırıq. 3-dən 2-ni çıxacaq 1 olacaq. A cisminin ikinci cismə nəzərən sürətini tapanda 3-dən 1-i çıxacaq 2 olacaq. A cisminin 3-ə nəzərən sürətini, yəni 3-cü cismə nəzərən sürət tapanda nə edirəm? Bunlar əksi istiqamətlərə gedirlər. A cismi gedir X oxuna, 3-cü cisim X oxunun əksinə. Sürətlər toplanar. Biri 3-dür, biri modulda 1. Toplanacaq olacaq bir-birə nəzərən sürət 4. A cisminin 4-cü cismə nəzərən olacaq 5. A cisminin 5-ci cismə nəzərən sürət olacaq 6. İndi biz fikir versək, ən kiçik hansı alındı? Birinci cismə nəzərən. Yəni, belə də yanaşa bilərik. Bunu izah eləmək üçün verdim. Əgər A cisminin hansı cismə nəzərən sürətinin ən kiçik olduğu soruşulursa, A cismi ilə eyni istiqamətdə gedən,
eyni getsin ki, sürətləri çıxılsın və ona yaxın sürətlə gedən cismi götürəcəyik. Deməli, ən kiçik qiymətini istəyirsə, onunla eyni istiqamətdə, ona yaxın sürətlə. Ən böyük soruşacaqsa əgər, A cisminin hansına nəzərən ən böyük, əks istiqamətdə və sürətin modulu böyük olanı götürərdik, yəni 5-i. Burada cavabımız olacaq birinci cisim. 24. İki cismin yer dəyişməsinin proyeksiyasının zamanla asılı qrafikləri verilmişdir. Qrafiklərdən hansı ikinci cismin birinci cismə nəzərən sürətin proyeksiyasının zamanla asılılığını ifadə edir? İkinci cismin birinciyə nəzərən sürətin proyeksiyası tapanda biz ikinci cismin sürətindən birinci cismin sürətini çıxacaq. İndi burada baxıram ki, sürət zaman qrafikləri düz xəttir və bu bərabər sürətli hərəkəti göstərir. Biz bilirik ki, V nəyə bərabərdir? S bölü T. Bu da qarşı katetin bitişik katete nisbətini verəcək hər iki fiqurda. Yəni, bucağın tangensi. Baxıram ki, alfa 1 alfa 2-dən böyükdür. Onda V birinci cismin sürəti modulda ikinci cismin sürətindən çoxdur. İndi mənə ikinci cismin birinciyə nəzərən sürətin proyeksiyasını soruşursa, V2 çıx V1 fərqi bizə mənfi verəcək. Onda ikinci cismin birinciyə nəzərən sürətin proyeksiyası sıfırdan kiçik qiymət alacaq. Və hər iki cisim bərabər sürətlə hərəkət edir axı. Həm birinci cisim, həm ikinci cisim düz xətdir. Bərabər sürətli hərəkətdə sürət dəyişmir. Yəni, bu qiymətlər dəyişmirsə, onda bu qiymət də sabit olacaq. Yəni, mənfi sabit düzgün cavab olacaq A variantı. 25. X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cisminin yer dəyişməsinin proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Hansı cismə nəzərən A cisminin sürətinin modulu ən kiçikdir? A cisminin sürəti ən kiçikdir deyirsə, A cismi ilə eyni istiqamətdə və ona yaxın sürətlə hərəkət edən cismi götürəcəyik. Yəni, eyni istiqamətdə gedənlər birinci və ikinci cisimlərdir. Ona yaxın sürətlə gedən isə 1-dir. Yəni, A-nın 1-ə nəzərən sürəti ən kiçik olacaq. 26. Burada deyir ki, X oxu üzrə hərəkət edən 5 müxtəlif cismin və A cismin yer dəyişməsinin proyeksiyası zaman qrafiki verilib. A cisminin sürətinin modulu ən kiçikdir yenə də. Yenə də deyirik, eyni istiqamətdə və ona yaxın sürətlə gedən ən kiçik olur. Çünki sürətlər çıxılır. A-nın 5-ə nəzərən sürət. 27. Cismin hərəkət tənliyi X bərabərdir. X0 plus VT tənliyinə görə 10 plus 5T şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürətinin modulu ən böyükdür? Bu cismin sürəti neçədir? 5-dir. İndi buradakılara baxıraq. Burada -1, burada -5, burada -5, burada -2, burada -2. Hansına nəzərən ən böyük olar? Əks istiqamətdə gedən, çünki sürətlər toplanacaq və sürətin modulda böyük olan. Yəni, C variantındakı cismə nəzərən A cisminin sürəti 5 plus 5 olacaq o. Niyə? Çünki A cismi X oxu istiqamətdə, C cismi isə X oxunun əksinə gedir. Və hər ikisinin sürəti 5-dir. Sürətlər toplanar, olar 10. 28. Burada deyir ki, cismin hərəkət tənliyi 20-10T şəklindədir. Hərəkət tənlikləri verilmiş hansı cismə nəzərən bu cismin sürəti ən kiçikdir? Ən kiçikdir deyirsə, A cismi ilə bu X bərabər bu cisimlə eyni gedən və ona yaxın sürətlə gedən. Eyni gedən B variantında hər ikisinin sürəti -10-dur. Hər ikisi X oxunun əksi istiqamətdə hərəkət edir və sürətlər çıxılacaq. 10 çıxılın 0. Bir-birinə nəzərən sürət olacaq 0. Ən kiçik qiymətini alacaq. 29. Gəminin çayın axını istiqamətində sürəti, yəni V gəmi plus V çay, axın ilə gedəndə çayın sürəti toplanır, bərabər 25. Axının əksinə sürəti isə 14-dür. Yəni V gəmi minus V çay bərabər 14. Sistem tənlik tərəf-tərəfə toplayırıq. 2 dənə V gəmi bərabərdir. V çaylar gedəcək. 39. V gəmi bərabərdir. 19,5. Gəminin sürəti. Amma bizdən çayın sürəti soruşur. Gətirib yerinə qoyuruq burada. 19,5 plus V çay bərabərdir 25-dirsə, buradan V çayı tapsaq, V çay olacaq 5,5. Düzgün cavab Y variantı. 30. Şəkildə 3 avtomobilin sürət hərəkət istiqamətləri verilibdir.
avtomobillərin əvvəlcə ikinci cismin birinciyə nəzərən, sonra ikinci cismin üçüncüyə, sonra da üçüncü cismin birinciyə nəzərən nisbi sürətlərini tapın. Əvvəlcə ikinci cismin birinciyə nəzərən. 2 və 1 eyni istiqamətlərdə gedir. Çıxacaq V2 çıx V1. 100-dən çıxacaq 60-ı eləyəcək 40. Sonra ikinci cismin üçüncüyə nəzərən sürət tapıldı. 2 və 3 əks gedirlər. Deməli toplayacağıq. V2 plus V3 yazacağıq ki 100 plus 80 olacaq 180 km/saat. Burada da km/saatdır. Sonra üçüncü cismin birinciyə nəzərən sürətini tapanda 3 və 1 yenə əks gedirlər. Toplayacağıq. V3 plus V1 60 ilə 80-i toplayacağım. Olacaq 140 km/saat. Deməli 40, 180 və 140 C variantında verildi. 31. Eyni müstəvi üzrə hərəkət edən 5 müxtəlif cismin sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cisminin sürəti ən kiçikdir? Ən kiçikdir deyirsə, onunla eyni istiqamətdə, yəni sağa doğru hərəkət edən cismi götürəcəyik. Yəni ikinci cismin sürəti, bu zaman sürətlər çıxılacaq və ən kiçik olacaq. 32. Başlanğıc koordinatları eyni olan və x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyasının zamandan asılığı təsvir olunubdur. Hansı zaman intervalında cisimlər bir-birinə yaxınlaşır? Sürət zaman qrafikində bu birinci cisimdir, bu da 2. Cismin getdiyi yol yaranan fiqurun sahəsi ilə təyin olunur. Mən baxıram ki, birinci cismin burada yaratdığı fiqur, məsələn budur da, tutaq ki bu ana kimi, getdiyi yolda bu fiqurun sahəsidir, yəni bu sahədir. Bu birinci cismin getdiyi yoldur, bu fiqurun sahəsi. İkinci cismin getdiyi yol isə onun qrafikinin zaman oxu ilə yaratdığı fiqurun sahəsidir. Yəni belə bir fiqur yaradır və bu fiqurun sahəsini tapanda biz getdiyi yolu tapırıq. Və fikir verdinizsə, birinci cismin getdiyi yol daha çox idi, çünki yaratdığı fiqur çox idi. Əlavə olaraq bu boşluq sahə, bu hissə qədər çox idi. Birinci cismin getdiyi yol 2 ilə müqayisədə zaman keçdikcə artır. Baxın, əvvəlcə bu qədər çox idi. T1, T2 anında artıq daha çox oldu. T2, T3 anında biraz da artdı. T3, T4 anında daha da artdı və bu fiqurun sahəsi qədər çox oldu. Bu boşluq qədər birinci cisim ikincidən daha çox yol getdi. Amma kəsişmədən sonra, bu T4 anından sonra nə baş verdi? İkinci cisim sürətini artırdı və birinci cismə yaxınlaşmağa başladı. Hansı zaman intervalında bir-birinə yaxınlaşır? Artıq ikinci cisim daha əlavə sahə yaradır və birinci cismə yaxınlaşmağa başlayır. Deməli, T4 anından sonra, yəni T4, T5 anında cisimlər bir-birinə yaxınlaşırlar. B variantı. 33. Şəkildə başlanğıc koordinatları eyni olan x oxu üzrə hərəkət edən cismin sürətinin proyeksiyasının zaman asılı qrafiki verilibdir. Hansı zaman intervalında bir-birinə yaxınlaşır? Yenə də birinci cismin getdiyi yol bu fiqurun sahəsidir. İkinci cismin getdiyi yol isə onun yaratdığı bu fiqurun sahəsidir və biz görürük ki, ikinci cisim birincidən daha çox yol gedir. Bəs nə qədər çox gedir? Bax, bu fiqurun sahəsi qədər çox gedir və əvvəlcə 0T1 anında bu qədər çoxdur. Rənglədiyim hissə qədər. T2 anına çatanda daha da artır. T3 anında bir qədər də artır. T4 anında artıq maksimum artdı. T4-dən sonra ikinci cisim sürətini azaldır və bunlar arasındakı məsafə yavaş-yavaş azalır. Yəni kəsişmədən sonra T4, T5 anında cisimlər bir-birinə yaxınlaşırlar. C. 34. Başlanğıc koordinatları eyni olan x oxu üzrə hərəkət edən iki cismin sürətinin proyeksiyası zaman asılı qrafiki verilib. Hansı zaman anında cisimlər arasında məsafə ən böyük olar? Yenə də burada da birinci cismin yaratdığı fiqur budur. Yaratdığı sahə də bu qədər. Getdiyi yol bu fiqurun sahəsi qədər olacaq. İkinci cisim daha böyük bir sahə yaradır. Yəni getdiyi yolda daha çoxdur. Nə qədər çoxdur bəs? Rənglədiyim fiqurun sahəsi qədər çoxdur. Baxın, T1 anına uyğun bu qədər. T2 anına uyğun bu fiqurun sahəsi qədər. Və bu getdikcə artır ta ki kəsişmə anına qədər.
T4 anında onlar arasındakı məsafə ən böyükdür. T4-dən sonra T4, T5 anında ikinci cisim sürətini azaldır deyə onlar arasındakı məsafə yavaş-yavaş azalır. Amma ən böyük harda olur? T4 anında. 35. Düzxətli hərəkət edən iki cismin yerə nəzərən sürət vektorları verilibdir. Birinci cismin ikinciyə nəzərən sürətin istiqaməti. Bu vektorlar qaydasından eləyəcəyik. Bu birinci cisimdir V1. O birinin başlanğıcını eyni qoyaq. Bu da olsun V2. İndi birinci cismin ikinciyə nəzərən sürətini deyirsə V1-dən V2-ni çıxacağıq. İki vektorun fərqini tapanda da vektorun istiqaməti azalana doğru yönəlir. Yəni bu şəkildə yönələcək V1-in istiqamətində. Bunların fərqi olacaq bu şəkildə, yəni B variantı. 36. Düzxətli hərəkət edən iki cismi yerə nəzərən sürət vektorları verilib. Yenə başlanğıcları eyni ilə. Bu ikinci cisimdir V2. Bu isə birinci cisimdir. Biraz səliqəli çəkək. Bu ikinci cisimdir V2. Başlanğıclar eyni olsun deyə. Bu V1. Nə deyir? İkinci cismin birinciyə nəzərən, ikincinin birinciyə nəzərən tapanda V2-dən V1-i çıxırıq. Və bu iki vektorun fərqi azalana doğru, yəni V2 istiqamətində yönəlir. Olur B. Şəkildə O nöqtəsindən hərəkətə başlayaraq çayın digər sahilinə doğru üzən 3 üzgüçünün sürət vektorları göstərilibdir. Üzgüçlərin çayı keçmə müddətləri arasında hansı münasibət doğrudur? Bu üzgüçlər burada çayı keçmək üçün X və Y oxları deyək. Y oxu üzrə hərəkət eləməlidirlər. Yəni çayı keçmək üçün bu Y oxunu keçib digər sahilə çatmalıdırlar da. Düzdür, onlar müxtəlif nöqtələrə çatacaqlar. Amma çayı keçəndə gəlin onların Y oxu üzrə sürətinin proyeksiyasını tapaq. V1-in Y-də proyeksiyası deməli 2 bölgüdür. 2 deyək. 1 bölgünü 1 qəbul eləsək. V2-nin Y oxunda proyeksiyası o da 2-dir. V3-ün Y oxunda proyeksiyası Y oxuna görə başlanğıcı son qiymətləri hamısının eynidir. O da 2-dir. Görürəm ki, V1 bərabər V2 bərabər V3. Yəni bunların çayı keçmək üçün Y oxuna nəzərən sürətləri eynidir. Əgər eynidirsə, deməli eyni müddətdə də keçəcəklər. Sürətlər eynidirsə, keçmə müddətləri də eyni olacaq. Zamanlar eyni. Sadəcə onlar müxtəlif nöqtələrə çatacaqlar. Üçüncü cisim daha aralı, 2 nisbətən aralı, 1 daha digər istiqamətdə. Çay keçmə müddətləri isə eynidir. 38. X oxu üzrə hərəkət edən və başlanğıc koordinatları eyni olan iki cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilibdir. Hansı zaman anında onlar arasındakı məsafə ən böyük olacaq. Yenə də baxırıq ki, birinci cisim bu fiquru yaradır və getdiyi yol bu fiqurun sahəsi ilə təyin olunur. İkinci cismin getdiyi yol isə bu fiqurun sahəsi ilə təyin olunacaq. Və biz görürük ki, birinci cisim əvvəlcə 2-dən daha çox yol gedir. Hansı hissə qədər? Bu hissənin sahəsi qədər. Bu artır, 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 ta ki bu kəsişmə anına uyğun T4 anına qədər artır onlar arasındakı məsafə. Artıq T4-dən sonra 2 sürətini artırır deyə yavaş-yavaş birinci cismə yaxınlaşır. Və onlar arasındakı məsafə ən böyük hansı ana uyğundur? T4 anına uyğundur. 39. Burada müşahidə başlayan anda bir-birindən müəyyən S0 məsafədə olan iki avtomobil 2V və B sürətləri ilə hərəkət edir. Hansı qrafik avtomobil arasındakı məsafə göstərir? Bunlar arasındakı məsafə necə dəyişir? Gəlin baxaq. Biz görürük ki, onlardan birinin sürəti V, digərinin 2V'dir. Bu daha sürətli olduğuna görə birinci avtomobil yavaş-yavaş neyəcək? İkinciyə yaxınlaşacaq. Və onlar arasındakı məsafə əvvəlcə S0 idi, S0. Yaxınlaşır deyə yavaş-yavaş məsafə azalır, azalır, azalır və müəyyən müddətdən sonra gəldi, çatdı ona. Oldu məsafə 0. Sonra nə baş verir? Axı bunun sürəti çoxdur. Ona çatandan sonra gəlib onu ötür, keçir yavaş-yavaş qabağa. Və yenə onlar arasındakı məsafə necə dəyişir? Bu dəfə yavaş-yavaş artır. Birinci cisim artıq ikincini ötüb keçir. Yəni burada olacaq C. 40. Çayın axın sürəti V çay göstərilibdir burada. Və 5 üzgüçünün suya nəzərən sürət vektorları verilib. O nöqtəsindən üzməyə başlayan hansı üzgüçü qarşı sahilə A nöqtəsində çıxacaq. Bunun belə bir qaydası var. V çay 2 bölgüdürsə, onu gətirib, bax burada birinci cismi üçün 2 bölgülük paralel köçürtdüm.
başlanğıc nöqtədən keçirtmək şərti ilə bu vektorun da uc hissəsindən keçən bir ox çəkirəm və bu ox gəlir A nöqtəsinə düşür. Elə artıq göründü ki, birinci cisim gəlib A nöqtəsindən çıxacaq. İkinci cisim üçün də bunu tapsaq əgər, onu necə eləyəcək? Məsələn, ikinci cismin başlığından qoyduq belə. İndi O nöqtəsindən keçən bir dənə başlanğıcı O-dan başlamaqla bu vektorun uc hissəsindən keçən xətt çəkirik. Və bu, məsələn, ikinci cisim gəlib bu nöqtədən çıxacaq. Eyni qayda ilə üçüncü cisim üçün də eləyə bilərik. Bu zaman, məsələn, o vektor 2 bölgüdür. Çayın axımı vektoru çəkdik buradan. O nöqtəsindən başlayaraq bir belə xətt çəkirik. Deməli, üçüncü cisim gəlib bu nöqtədə çıxacaq və s. Bu qayda ilə biz gördük ki, birinci cisim gəlib A nöqtəsindən çıxdı. 41. İki cismin sürətinin proyeksiyasının zamanı asılı qrafiki verilibdir. Hansı qrafik ikinci cismin birinciyə nəzərən sürətin proyeksiyası zamanı asılılığını ifadə edir? V2 çıx V1 yazırıq. Başlanğıc anda ikinci cismin sürəti 0-dır. 0 çıx. Birinci cismin sürəti isə 5-dir. 0 çıx 5 bərabər -5. Deməli, əvvəlcə başlanğıc anda -5-dən başlamalıdır. Deməli, B, A və C variantları getdi. Ya budur, ya da bu, D və Y. Və müəyyən müddətdən sonra bu T anı deyək də buna. Müəyyən T anından sonra onların sürətləri eynidir. Yəni, ikinci cismin birinciyə nəzərən sürətini tapanda, eyni qiymətləri çıxanda 0 qalacaq. Və müəyyən müddətdən sonra 0 olmalıdır. Bu da uyğundur D variantına. Növbəti dərslərdə görüşmək ümidi ilə.